hiylə, böhtan. Haqsız ittihamlar, şiddət, təzyiq və zülmlər. Həzrəti Mehdi əleyhissalam dünya tarixində o günədək heç zaman görülməmiş çətinliklərin yaşandığı dövrdə fəaliyyətə başlayacaq və mübarizəsini də bu şərtlərlə davam etdirəcək. Lakin təzyiqlərə baxmayaraq, Həzrəti Mehdi sarsılmaz və qərarlı şəkildə mübarizə aparacaq. Həzrəti Mehdi cəmaatından ayrılan münafiqlər, müşriklər və dinsizlər Mehdiyyətə qarşı birləşəcəklər. Bütün texnologiya və rabitə imkanlarını bu istiqamətdə istifadə edəcəklər. İnkar edənlərin bu çirkin və üsyankar sistemi Allahın izni ilə dünya miqyasında məğlubiyyətə uğrayacaq. Dünyada baş verən əxlaq pozğunluğu nə qədər geniş miqyasda olsa da və dinsizliyin Həzrəti Mehdiyə göstərdiyi təzyiq nə qədər şiddətli olsa da, Allahın izni ilə heç bir şey Həzrəti Mehdinin haqq mübarizəsini qazanmasına mane olmayacaq. Allah Həzrəti Mehdinin vasitəsilə İslam əxlaqını yer üzərində hakim edəcək və inkar edənlərin hilələrini pozacaq. Kim Allahı, onun elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. Allah and olsun ki, mən və peyğəmbərlərim qalib gələcəyik deyə yazmışdır. Həqiqətən Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir.